Qəhvəyi şəkər rəfinə edilmiş şəkərlərdən tək fərqi son proses zamanı istehsalatda sadəcə bir prosesdən keçmir. O da rəngin dəyişməyinə səbəb olan prosesdir əslində. Bir tək rəngində fərq edir. Yəni oradakı ən son prosesdə şərbəti, belə deyim, həmin o qaralıq rəngi verən o şərbət ayrılır şəkərdən və tam kristal ağ rəngdə şəkər əldə olunur. Ona görə də həmin şərbət ayrılmadan və yaxud ayrılarkən glikemik indeks yönündən də heç bir fərq yaratmadığına görə şəkərin əsas problemi bizdə təbii ki, insulinin ani ifrazıdır. Ona görə də glikemik indeksə görə biz əgər şəkəri bu gün tövsiyə etmiriksə, şəkərin əvəzinə başqa şəkərə əvəz edicilər seçiriksə, burada həm kalori yönündən, həm glikemik indeks yönündən heç bir fərqi yoxdursa, sadəcə tam olaraq, yəni qidaya fərqli tam verə bilər və yaxud kofeyə fərqli tam verə bilər. Bu yöndən bir tək fərqi var.